Qəfil həyat sürprizlərinə hazır olduğunuzu hiss edirsiniz? Gəlin maliyyə təhlükəsizliyi yastığı haqqında danışaq. Maliyyə təhlükəsizliyi yastığı sizin şəxsi həyat qurtarıcınızdır. Bu, işdən çıxarılma, tibbi təcili hallar və ya qəfil təmir xərcləri kimi fövqəladə vəziyyətlər üçün 3-6 aylıq əsas xərclərinizi, yəni kirayə, ərzaq və kommunal xərcləri nəzərə alsaq, qarşılayacaq bir fonddur. Kiçikdən başlayaq. Ən azı 1000 manat yığın və bu məbləği yastıq olaraq hesab edin. Bu mərhələni keçdikdən sonra tam ehtiyat fondu yığmağa çalışın. Bizdən məsləhət, təhlükəsizlik yastığını yüksək gəlirli əmanət hesabında saxlayın. Beləliklə, pulunuz həm artır, həm də asanlıqla əlçatan olur. Unutmayın, təhlükəsizlik yastığı sadəcə pul deyil, bu daxili rahatlıqdır. Odur ki, bugündən etibarən onu qurmağa başlayın.